Şirvan şəhərinin ərazisindən keçən Hacıqabul Bəhramtəpə avtomobil yolunun ətrafında abadlıq yaşıllaşdırma işləri aparılıb. Burada şəhərin adını əks etdirən kompleks tikilib və ağlay materialı ilə üzlənib. Şəhər İcra Hakimiyyətinin həyətində isə dövlət atributlarını əks etdirən güşə yaradılıb. Dövlət rəmzləri olan bayraq, gerb və himn xüsusi zövqlə işlənib. İsmət Qayıbov, Nizami və digər küçələri isə asfaltlanır. Bardiyorlar və səkilər təzələnir. İndiyədək 5 kilometrə yaxın məsafəyə asfalt vurulub. 20 yanvar küçəsi 1-də və Səməd Vurğun küçəsindəki 28 saylı binanın qarşı hissəsində abadlıq işləri aparılıb. Heydər Əliyev Parkının ərazisində yerləşən fontan kompleksi yenidən qurulub. Şəhərdə həmçinin 30-dan çox binanın yararsız dam örtükləri sökülərək yenilənib. Məhəllələr də yenidən qurulur, işıq dirəkləri təzələnir, yaşıllıqlar salınır. Məhəllə daxili yolların kənarında beton bardiyorlar tikilib, günlüklər, oturacaqlar, uşaq üçün əyləncə qurğuları quraşdırılıb. Hazırda isə Şirvan şəhərinin Mehmandarov və Şıxbalıoğlu küçələrinin kəsişməsində yeni məhəllə salınır. Dəmir yolu vağzalının ətrafında təmir abadlıq işləri başa çatdırılıb. Baş Şirvan kollektorunun üzərində yerləşən avtomobil körpüsündə 232 metr uzunluğunda müasir beton bardiyorlar qoyulub. Bundan əlavə şəhərdə Gənclər Evinin və Heydər Əliyev Fondunun dəstəyi ilə 2 mərtəbəli 100 şarpaylıq körpələr evi uşaq bağçasının tikintisi aparılır. Yeni Azərbaycan Partiyası şəhər şöbəsinin inzibati binası əsaslı təmir edilir. Elnar İbrahimova, Qabil Babayev, Şirvan.